Dostlar, bugünkü videoda 9-cu siniflər üçün ingilis dilindən ən vacib test suallarının tam aydın və izahlı şəkildə izah edəcəyik. Əgər imtahanda yüksək nəticə əldə etmək istəyirsinizsə, bu videonu sona qədər izləyin. Deməli, mən bugün ingilis dilindən sırf qaydaların izahını verəcəm. Çünki mətn və dinləməni qoyduqda video uzun çəkəcək. Bu da tələbələrin, yəni abituriyentlərin can sıxıcı gələcək. Ona görə sırf qaydanın əsas yerlərini izah edəcəm. Əvvəlcə vurğulayım ki, mən tələffüzüm yoxdur. Yəni, mən sözlər düzgün tələffüz etməsəm üzrlü sayın. Mən sizə çalışdığım qədər qaydada köməklik edəcəm. Kanala abunə olub, bəyənib və yorum yazmağı unutmayaq. Xahiş edirəm. Başlayaq. 7-ci sualdan başlayırıq. Deməli, sözdə korrekt variant, düzgün variantı seçin. Biz burada düzgün zaman cümləsini seçməliyik. Yəni, when-dən sonra gələn zaman uzlaşmalıdır. Məsələn, baxarıq C variantına. Mən problemi direkt keçdim. Return was discussing. Burada return present simple'dır. Was discussing isə past continuous. Yəni keçmiş davam edici zamandır. Ona görə uzlaşma ola bilməz. C getdi. D-də have returned discussed. Burada have returned deməli present. Yəni indiki bitmiş zamandır. Discussed isə keçmiş sadə zamandır. Bunların da uzlaşması getdi. Return discussed. Burada present simple, yəni sadə zaman birincidir, ikinci isə past simple, keçmiş zamandır. Bu üçü getdi. Qaldı A ilə B. Burada düzgün cavab B variantıdır. Niyə? Keçmiş sadə zaman və keçmiş davam edici zaman. Deməli, keçmişdə bir hadisə baş verəndə olur nə? Past simple, yəni burada. O anda digər hadisə davam edirsə, bu olur nə? Past continuous. Yəni, mən birinci bu cümləni qoyum yerinə tərcümə edeyim. Returned nə deməkdir? Keçmişdə baş vermiş hərəkət dedik. Yəni, qayıtmaq. Returnedin mənası qayıtmaqdır. Was discussing isə müzakirə etməkdir. Bu keçmişdə bu hadisə davam edib, müzakirə ediblər. İndi mən cümlənin tərcümə edeyim. Deməli, mən iclasdan qaydanda komanda əsəbləşdirici bir şeyi müzakirə edirdi. A ola bilməz, dedik when-dən sonra gələ bilməz bu. Have returned və are discussed düz deyil. Cavab B variantıdır. Deməli, nə oldu? Bir də tərcümə edirəm. Mən iclasdan qaydanda komanda əsəbləşdirici bir şeyi müzakirə edirdi. Cavab B variantı dedik. Keçək 8-ci suala. 8-ci sualda sözdə correct variant, yenə düzgün variant istəyir. The manager, the staff, by the time, burada yenə zamana aiddir. Burada by the time-a baxmalıyıq. By the time bir tərəfdə keçmiş bitmiş zaman olur, bir tərəfdə keçmiş qeyri-müəyyən zaman. Bu qaydadır. Mən videoların hər birində çalışdığım qədər qızıl qayda deyəcəm. 8-ci sualda qızıl qaydanı birinci bunu yazaq ki, by the time keçmiş bitmiş zaman bir tərəfdə, keçmiş qeyri-müəyyən zaman isə bir tərəfdə olur. Bu isə keçmiş bitmiş zaman nədir? Feil, keçmiş bitmiş zamanda olan feil, had plus feilin 3-cü forması. Başqa nə işlənir dedik? Keçmiş qeyri-müəyyən, past simple plus verb 2. Deməli, variantlara baxaq. Variantlarda mən vurğuladım ki, bir tərəfdə by the time-dan sonra gəlməlidir keçmiş sadə zaman, əvvəl gəlməlidir, deməli, keçmiş bitmiş zaman. A variantına baxaq. Had informed, arrived. Arrived keçmiş sadə zamandadır. Görürük ki, sadədir, yəni heç bir şəkilçi qoşulmayıb. Yəni, sadəcə sonunda ed var. Bu da keçmiş zamanın göstəricisidir. Had informed isə keçmiş bitmiş zamandır. Yəni, cavabımız A variantıdır, amma digər variantlarda müzakirə edilir. B variantı olmaz, çünki by the time-dan sonra keçmiş sadə gəlməlidir, əvvəl bitmiş gəlməlidir. Ona görə də B variantı getdi. C variantında zaman uzlaşması səhvdir. Həm də bu cümlənin by the time-a görə səhvdir. Informed indiki sadə zaman, arrived isə keçmiş sadə zamandır, uzlaşma səhvdir. D-də informed will arrive. Informed dedik keçmiş sadədir. Will arrive isə gələcək zamanda. Bunların uzlaşması mümkünsüzdür. Daha sonra mümkün deyil. Yəni, Y variantında have informed və arrived. Arrived keçmiş sadə, have informed isə indiki bitmiş zamandır. Bunlar da uzlaşması olmur. Cavab A variantı. Burada dedik ki, qızıl qayda olaraqdan by the time-a baxırıq. Daha sonra 9-cu sualda mən sualları tez-tez keçirəm ki, sıxıcı olmasın. İzahat diqqətlə baxın. Əvvəl
Videonu dayandırıb sualları özünüz işləyin. Daha sonra isə izaha baxın, zəhmət olmasın. 9-da choose the correct variant. Yenə düzgün variantı seçin. Good health is zen money. Burada zen nədir? Müqayisə zamanını göstərir. Sifətin müqayisə dərəcəsinin göstəricisidir. Biz də bilirik ki, qızıl qayda olaraqdan belə deyim ki, uzun sifətlərin müqayisə dərəcəsi. Uzun nə deməkdir? Yəni çox hecalı sifətlərin müqayisə dərəcəsini yaratmaq üçün more'dan istifadə olunur. Amma kiçik, yəni az hecadan ibarət olan sözlər düzəltmək istəyirsə, er'dən istifadə olunur. Bu qızıl qayda kimi qeyd edilək. İndi baxaq variantlara. Much important adidir. Yəni bu olmaz. Burada müqayisə dərəcəsi istəyir, amma bu adi dərəcədədir. Very important da elədir. The most important. Burada üstənlik dərəcəsidir. Bu bizə aid deyil. Much more important. More important var və much more important var. Deməli, more important daha vacibdir, amma much more important isə daha çox daha vacibdir. Yəni bir mövzunun daha çox versiyası. Cavabımız D variantı olacaq. Y niyə olmur? As important as, bu da adi dərəcədədir. Deməli, A, B, Y adi dərəcədə, C isə üstünlük dərəcəsindədir. Bizdən isə zən müqayisə dərəcəsini istəyir, o da D variantı. Burada qızıl qaydanı qeyd etdik. Şimdi keçək 10-cu suala. The teacher a new grammar rule after the listening task. Deməli, burada yenə after'a baxacağıq. After'dən sonra ya indiki sadə əvvəldə gələcək. Əvvəldə gələcək sadə ya da indikinin növləri gələcək. After'dən sonra keçmiş sadə, əvvəl keçmiş, bitmiş, keçmiş, davam edici, yəni o tip feillər gələcək. İndi burada qızıl qayda olaraq qeyd edək ki, gələcək indiki uzlaşmalıdır, keçmiş uzlaşmalıdır, indiki uzlaşmalıdır. Aha, davam edək. Deməli, A-da after'dən sonra will gələ bilməz. Ona görə A variantı səhvdir. Zamana görə uzlaşma düzdür. Amma after'dən sonra indiki sadə əvvəl əgər bilinçini götürsək, gələcək gəlməlidir. A getdi. B də getdi, gələcəklə gələcək uzlaşmır və after'dən sonra will gəlmir. Bax, burada will gəlmir. C-yə baxaq. Deməli, finished və had explained. Dedik ki, bu cümləni mən bir dənə tərcümə edeyim sizə. Deməli, müəllim siz dinləmə tapşırığını bitirəndən sonra yeni qrammatika qaydasını izah edəcək. Deməli, bunu gələcək zamanda eləyəcək. Yəni, burada keçmiş zamanı qoymaq düzgün deyil. Həm də after'a görə. Daha sonra D-də finish. Bu indiki sadədir. Will explain isə gələcək sadədir. Bunların uzlaşması tamamilə doğrudur. Axı biz dedik ki, after'dən sonra indiki sadə, özündən əvvəl isə gələcək zaman gəlir. Y-də də uzlaşma səhvi var, həm də qayda səhvi var. Tərcüməyə görə də səhvdir. Finished keçmiş sadə zamandır. Have explained indiki bitmiş zamandır. Bunların uzlaşması olmur. Qızıl qayda olaraqdan burada nə demək olar? Dedik ki, vurğuladıq amma bayaq. Gələcək, indiki, keçmiş və keçmişə aid olan zamanlar. Onda deməli cavab D variantı. 11-ə keçək. 11-də yenə zamana aiddir. Yəni, bir dənə bunu mövzudan kənara çıxım. İmtahanlarda ən çox düşən mövzu zamandır. Zamanlarda kimin çətinliyi varsa yorum hissəsində yazsın. O zamanlara aid qısa bir video izah edim. Ona baxmadan imtahana getməyin, amma istəsəz edə bilərəm və abunə olaraq mənə dəstək olaraq. Deməli, keçək 11-ci sualda. 11-ci sualda nə deyir? Burada by 6 o'clock yesterday. Burada keçmiş zamanın bir göstəricisi var. Burada keçmiş bitmiş zaman. Bu by 6 o'clock yesterday. Bu zaman zərfidir, zaman göstəricisidir. Bu bitmiş zamanın, özü də keçmiş bitmiş zamanın göstəricisidir. Bunu yaddan çıxartmayaq. Bu qızıl qayda olaraqdan keçmişdə müəyyən bir zamana qədər tamamlanmış hərəkət kimi götürürük. İndi bu cümləni tərcümə eləyək. Dünən saat 6-ya qədər neçə səhifə oxumuşdum? Bunu nəyə görə tapdıq? Bax, buna görə. By 6 o'clock yesterday. Bu keçmiş, bitmiş zamanın göstəricisidir. Bu qədər. Zamanları tapmaq üçün birinci uzlaşmanı bilmək lazımdır. Daha sonra
bu zaman zərflərini bilmək lazımdır ki, cümləni tapmaq daha rahat olsun. Əslində tərcümə ilə də tapmaq olar, amma beləncə zaman zərfi ilə daha rahatdır. Keçək 12-yə. 12-də nə deyir? Please don't make so much noise. I to focus on my homework. Deməli, bu da zamana aiddir. Gördük. Deməli, burada qızıl qayda vurğulayaq. Hazırda davam edən hərəkətlər üçün present continuous işlənir. Present continuous necə olur? Present feil am, is, are plus feilin yanında ing forması. İndi mən bunu bir dənə tərcümə edeyim. Zəhmət olmasa çox səs-küy salma. Mən ev tapşırığıma fokuslanmağa çalışıram. A ola bilməz. Çünki hal-hazırda çalışıram. Yəni bu davam edir. İndiki davam edici zamandır. B yanlışdır. Am try olmur. Trying indiki davam edici olmalıdır. Cavab C variantıdır. D-də bitmiş zamandır. Keçmiş bitmiş əlaqəsi yoxdur. Tried isə səhvdir. Bizə lazım olan present continuous idi. Yəni cavab C variantı. Bu sualda deyir ki, yenə düzgün variantı seçin. Where is the passengers on the plane? No only. Bu quantify isə aiddir. Yəni kəmiyyət bildirən sözlərə. Onlar haqqında qızıl qaydaları xatırlayaq. A few, few, many. Bunlardan sonra sayıla bilən cəm isimlər gəlir. A lot of həm sayıla bilən, həm sayılmayan gələ bilirdi. Daha sonra much var idi, a little, little var idi. Bunlardan sonra isə sayılmayan tək isim gəlirdi. Sonra only görürük burada. Only haqqında danışaq. Only'dən sonra a little, a little, a few gələ bilər. Many, much bunlar gələ bilməz dedik. İndi keçək variantlara. Birinci tərəfdə cəm isim gəldiyi üçün uyğun gələnlər deməli hansılar ola bilər? A few, many, a lot of dedik, həm sayıla bilən, həm sayılmayan isimlərlə gəlir. C getdi. Biz variantla işləyək. Sonra baxaq görək nə ola bilər. Deyək ki, no only. İkinci tərəfdə dedik ki, a little gələ bilər, a few gələ bilər, amma birinci tərəfdən uyğun olsun. C getdi, çünki a little birinci tərəf səhvdirsə, ikinciyə baxmağa ehtiyac yoxdur. Baxaq sonra nəyə? Dedik ki, A ola bilməz. Çünki only'dən sonra many, much gəlmir. Many olanları da silək. Və only'dən sonra few da gəlmir. A few olmalıdır və cavab D variantıdır. İndi 13-ü tərcümə edək. Təyyarədə çoxlu sərnişin var idi. Deyir, yox, xeyr. Yalnız biraz adam vardı. Yəni bir neçə adam var idi. Ümumiyyətlə, few və a few-nun bir fərqləri var. Few demək olar ki, heç yoxdur. Amma a few isə biraz da az da olsa yəni vardı. Yəni biraz da olsa var. Bu həmçinin a little və little üçün keçərlidir. Cavab oldu deməli D variantı. 14-ə keçək. 14-də deyir ki, aktor və host hansı suffikslə işlənə bilər? Yəni şəkilçi ilə. Biz bilirik ki, actress, hostess. Yəni A variantı ola bilər. Bu zaten bunu keçirən bilirik. A variantı. Çətin suallar üzərində qalaq. Asanları zaten bilirik. 15. Most tourists choose same hotels. Artiklı qoymalıyıq. Biz bilirik ki, üstünlük dərəcədə Z artiklı həmişə olur. Ona görə də birinci tərəfdən bizə most olacaq. Z most. Üstünlük dərəcəsində dedik ki, most olacaq. Birinci tərəfdə Z artiklı olur. İkinci tərəfdə də same həmişə Z artiklı ilə işlənir. Ona görə də variant A variantıdır. Keçək 16-ya. Burada it və itis əvəzlikləri var. Itis yiyəlik, mənsubluq bildirir. It isə deməli, yəni o mənasındadır. Yəni təkdir. Bu adlıq necə deyim, ismin əvəzliyin it əvəzliyi cümlənin mövzusunu bildirir. Amma itis isə yiyəlik, mənsubluq bildirir. Deməli, baxaq. It my favorite season, I like colors. Bax, itisdən sonra itis iki cür olur da. Yiyəlik halın aslı forması və əsas forması şəklində. Biz əgər isim gəlibsə, bu itis olacaq ikinci tərəfdə. Çünki onun rəngi. Yiyəlik əvəzliyindən sonra bir isim gəlməlidir. Itis colors, onun. Deməli, ikinci tərəfdə itis olanlara baxaq. A, B, Y. A, B, Y arasından birinci tərəfdə xəbər olmalıdır. Ona görə də it's my favorite season, I like colors. Cavab B variantı olmalıdır. Yəni
O mənim sevimli fəslimdir. Mən onun rənglərini xoşlayıram. Keçək 17-yə. Let me help you. You can't carry this book. It's much than mine. Yenə də zəm veriblər. Yəni müqayisə dərəcəsində olan sifəti qoymalıyıq. Müqayisə dərəcəsində dedik ki, az hecalı sözlər üçün, az saytlar üçün. Çox uzun sözlər üçün isə more-dan istifadə olur, amma eyni anda ikisi də ola bilməz. Məsələn, burada heavy sözünü görürük. Bu tək hecalıdır. Tək hecalı olduğu üçün qoşacağıq. Yəni sonundakı y, yəni y, i-yə keçəcək və şəkli çıxartılacaq. A variantı doğrudur. B variantı səhvdir. Çünki more-dan heavy eyni zamanda ola bilməz. D variantı səhvdir. Çünki əgər zəndən sonra isim gəlsəydi, artiklını qoya bilərdik. İkinci tərəf düzdür. Bax, bu heavy sözü. Amma A artiklı səhvdir. Çünki burada isim yoxdur. Y də səhvdir. Birincisi, bu heavist üstünlük dərəcəsi üçündür. Əgər üstünlük dərəcəsi olsaydı, ikinci tərəf bir Z heavist olardı. Yəni cavab A variantı. 18-də his listener, he always listen to me. Deməli, burada zərf və sifəti müqayisə edəcəyik. Qızıl qayda olaraqdan deyək ki, an attentive listener. Burada attentive diqqətli deməkdir. Nə cür diqqətli? Bu sifətdir. Attentively isə zərfdir. Düzgün cavab A-dır. An artiklını niyə veririk? Burada özündən sonra isim gəlir. Burada nə görə zərf edirik? Çünki cümlənin sonunda, yəni feil, zərf kimdir? Yəni feildən sonra gəlib. Bu isimdən əvvəl gəldikdə sifət olur, feildə gələndə isə zərf olur. Cavab A variantıdır. Keçək 19-a. Since bağlayıcısına aid qayda, qızıl qayda deyək ki, müəyyən bir zamandan bəri baş verən hadisəni bildirir. Present perfect, yəni haven't met. Bir də past simple olmalıdır, yəni changed. Uzun müddət davam edən hal üçün haven't met. Keçmiş bitmiş hadisə üçün isə changed olmalıdır. İndi baxaq variantlara. A səhvdir, eyni anda ikisi də ola bilməz. B doğrudur. B doğrudur. C səhvdir, didn't has ola bilməz. D səhvdir. Dedik ki, birincisi şeydən sonra üçüncü şəxs olduğu üçün feil S olmalıdır sonunda. Həm də ki, bu qaydaya uyğun deyil ümumiyyətlə dediyimiz qaydaya. Y-də həmçinin elədir. Cavab oldu. Deməli, B variantı. 20-də nə deyir? 20-də let me know if you my help. Burada demək qızıl qayda olaraqdan if, əgər mənasındadır. Cümlələrdə gələcək zaman baş verə bildirirsə, gələcək zaman bildirsə də özündən sonra gələcək zaman gəlmir. İndiki sadə zaman. İndiki zaman gəlməlidir. İndiki sadə zaman. Baxaq variantlara. A düz ola bilər. A-nı saxlayaq. Dedik ki, gələcək zaman gəlmir. Are need ola bilməz. Amma vurğuladıq ki, biz if-dən sonra indiki sadə zaman olmalıdır. A variantı D-dır. İndiki davam edici zamandır. Y-də də ki, davam edicinin heç arı verilmir. Ümumiyyətlə, bu səhvdir. Cavab A variantı. 21-ci sualda. 21-ci sualda mən so many görürəm. So a little görürəm. So a lot of, so a little görürəm. Bu haqda biraz danışaq. So many-dən sonra sayılan isimlər işlənir və bu qızıl qaydadır. So many-dən sonra sayılan isimlər işlənir. So much-dan sonra sayılmayan isimlər işlənir. A lot of-dan sonra həm sayılan, həm sayılmayan işlənir. Amma so-dan sonra a lot of gələ bilməz, a little gələ bilməz. Bunları yaddan çıxartmayaq. Keçək variantlara. B ola bilməz. So-dan sonra a lot of gəlmir. Y ola bilməz. A little gəlmir. Only-dən sonra dedik a few olmalıdır. A little olmalıdır. Bu səhvdir. Very-dən sonra article gəlmir. Bax, bu vacib qaydalardır, qızıl qaydalar. Cavab elə A variantı. So many və cəm isim. Yəni isim. A doğrudur. 22-ci və sonuncu qaydaya gəlib çatdıq. 22-ci sualda nə deyir? The last news is so that nobody can believe. Gəlin variantları tərcüm edək və danışaq. Deməli, A-da deyir ki, incredible. Ümumiyyətlə, burada so that görürükmü? Bir şeyin nə qədər güclü, inanılmaz və ya qeyri-adi olduğunu vurğulamaq üçündür. Bu so that. So-dan sonra sifət olmalıdır, sonra that, sonra nəticə bildirilməlidir.
Gəlin tərcümə edək. Incredible, inanılmaz. Panic, təşviş. Freezing, donan. Deməli, maze, qarğıdalı. Interrupt isə yarımçıq saxlamaq, sözünü kəsmək. Demək, burada hansı uyğun gələ bilər? Hansı sifət oldu? İnanılmaz, donan, yarımçıq saxlamaq, qarğıdalı və təşviş. Cavab təbii ki də A variantıdır. Gəlin tərcümə edeyim. Ən son xəbərlər o qədər inanılmazdır ki, heç kim inana bilmir. Nobody can believe. Heç kim inana bilmir. Sağdan sonra qızıl qayda olaraq xatırlayaq ki, sifət, that, sonra nəticə bildirilməlidir. Bunlar arasında da sifət incredible'dır. Və beləcə də yeni bir sınavın həllinə baxmış olduq. Bilmirəm necə izah etdim. Yəni yadımda qalanlarla izah etməyə çalışdım. Sizə bir köməklik edim. Sizdən bir şey xahiş edirəm. Kanala abunə olun, bəyənin və yorum yazın ki, mən də özümü təkmilləşdirmə mərhələsində irəliləyim. Bu qədər. İzlədiyiniz üçün təşəkkür edirəm. İmtahanda da uğurlar arzu edirəm. Sağ olun.